Hamiləlik fiziologiyası, normal doğum və qeysəriyyə əməliyyatı mövzusuna çıxış üçün uzman ginekoloq Aygün Aydın kürsüyə dəvət edirəm. Sevgili analar, atalar, hər biriniz xoş gəldiniz. Hələ ki ana adaysınız, ata adaysınız, amma muhtemelen yaxın bir zamanda bu gözəl bir süreç bitəndən sonra ana və ata olacaqsınız. Eyni zamanda hamiləlik planlayan xanımlar da var burada. Mən istəyirəm sizə hamiləliyin fiziologiyası, trimestrlər haqqında danışam, sonra da keysəriyyə doğum haqqında məlumat verəcəm. Trimestrlər haqqında niyə özəlliyinə bəhs eləmək istəyirəm? Bəzən normal olan, yəni hamiləliyə xas olan bəzi şeyləri əslində bizim hamilələrimiz patolojik qarşılayırlar və qorxurlar, çəkinirlər, bilmirlər düzgündürmü, yanlışdırmı və hiss etdikləri bədənlərindəki hər bir dəyişikliyi anormal qəbul edirlər və buna görə də belə bir sunumla başlamaq istəyirəm ki, nəyin normal olduğunu, nəyin anormal olduğunu bilək. Birinci fertilizasiya haqqında deyəcəm. Döllənmə. Döllənmə bilirsiniz, bir yumurta hüceyrə, bir sperm hüceyrə boruda görüşür və burada döllənmə gedir. 4-5 günlük bir proses tamamlanır, hüceyrələr artır, çoxalır. Ondan sonra uşaqlığa implantasiya olunur. İmplantasiya olunandan təqribən 4-5 gün sonra artıq biz qanda beta-HCG dəyərinin artışını görə bilirik. Yəni hardasa ortalama hamiləliyin son ay başına 3 gün qala, 4 gün qala biz artıq qadının hamilə olub olmadığını təyin edə bilirik. Hamiləlik həftəsini hesablama hər zaman problem olan bir mövzulardan biri gəlir mənə. Çünki məsələn qızlarımız evlənir, məsəl üçün iyun ayının 15-i, amma son ay başı tarixi iyun ayının 1-idir. Evləndikdən sonra da həmən hamilə qalırlar və bu zaman qohum-əqrəba arasında həkimə gələndə deyəndə ki, bu hamiləlik 5-6 həftədir, həmən suallara nədən olur. Axı bunların toyu iyunun 15-i olmuşdu. İyunun 15-inə görə bu 6 həftəlik hamilə ola bilməz. Dostlar, deməli hesablayanda hamiləlik həftəsini son ay başı tarixinin ilk gününə görə mütləq hesablamanız lazım. Toy tarixinə görə deyil, ondan sonra sizin ovulyasiya tarixinizə görə deyil, son ay başı tarixinin ilk gününə görə mütləq hesablayırsınız. Döl əmələ gəldikdən sonra formalaşır və formalaşandan sonra ortalama kisə əmələ gəlir və bizim üçün ən önəmli olan bir orqan gelişir, plasenta. Plasenta ortalama 12-ci həftədən inkişafına başlayır. Biz buna körpənin cifti deyirik. Cift əslində çift deməkdir. Yəni körpə ilə yanaşı gedən, hamiləliyin sonuna qədər, 40 həftəyə qədər dölün qidalanmasını sağlayır. Döl üçün ən önəmli orqanlardan biridir. Ciftdə olacaq hər hansı bir patologiya bizim uşağımızda da hər hansı bir patologiyaya səbəb ola bilir. Onun üçün plasenta haqqında ayrıca bir slayd açdım. Plasentanın funksiyalarını bilə bilərsiniz. Nədir? Qaz alış-verişi. Oksigeni alır, karbon dioksidi verir, glikoz, protein, yəni sizin yediyiniz bütün hər şey, ağzınıza aldığınız bütün maddələr, qida maddələri, protein, karbohidrat, yağ hamısı plasentadan keçir və uşağın bəslənməsində ən önəmli rolu oynayır. Fetusun metabolizma atıklarını atır. Yəni döldə necə ki bizim bədənimizdə metabolizma atıkları olur, eynən döldə də olur. Onları alır, ananın qanına geri göndərir. Anadan bəzi immunoglobulinlər, hansı ki immunitet hüceyrələri dölümüzə keçə bilir. Hormon istehsal eləyir. Yəni hamiləliyin normal bir sürecin davam etməsi üçün estrogen, progesteron və bəzi hormonları salgılayır ki, bunlar hansı ki hamiləliyin davam etməsini sağlayır. Eyni zamanda da plasenta enzimləri bəzi toksik faktorlardan hamiləliyi qoruya bilir. Məsələn, siz təsadüfən yanlışlıqla bir dənə dərman içəcəyinizə, bir tabletka içəcəyinizə 5 tabletkanı bir yerdə içirsiniz. Baxın, elə maddələrdən qoruyur, bəzi bakteriyaların geçişini qoruyur. İkinci önəmli şey amniyotik maye, yəni uşağın suyu. Uşağın suyu böyük qismi ananın qanından çəkilir, amma sonraki həftələrdə dölün özünün sidik ifrazı amniyotik suyun əmələ gəlməsinin əsas faktorlarından biridir. Burada su çox önəmlidir. Məsələn, hər dəfə gələndə görürsünüz ki, UZİ-yə həkim sizə uşağın suyu haqqında məlumat verir. Deyir, uşağın suyu yaxşıdır və yaxud da azalıbdır, çoxalıbdır. Hətta suyunuz azalanda bəzən böyük həftələrdə təcili keysəriyyə belə götürürük. Çünki birincisi onu ətraf mühitdən su qoruyur. Yəni dölün ana qarnında uşaqlıq tərəfindən sıxılmasının qarşısını alır. Uşağın normal hərəkətini sağlayır. Uşağı qidalandıran ciyənin suyun içərisində rahat üzməsini sağlayır. Fetusun hərəkətini sağlayır, kas iskelet sisteminin normal inkişafına sağlayır. Məsələn, suyu heç olmayan bəzən hamilələr görmüşük. Bunlar uşağın üzündə, bədənində, müxtəlif yerlərində deformasiya ilə doğulurlar. Çünki uşaqlığın divarı sıxır uşağın yüzünü və ya hər hansı bir bədən hissəsini və onlar müxtəlif deformasiya ilə doğula bilirlər. Və doğuma yaxın su hardasa 2 stəkan, 4 stəkan arasında bir su ilə doğulurlar uşaqlar ki, onu doğum sırasında bilirsiniz. Suyum gəldi deyirsiniz ki, ha.
Baxın, o su ortalama 2-4 stəkan arasında olur. Bəzən amniyotik mayyəni biz incələmək üçün də istifadə edirik. Məsələn, gedirsiniz 2-li test, 4-lü test elətdirirsiniz və bu riskli çıxır. Riskli çıxarkən biz sizə amniyosentez məsləhət görə bilirik. Amniyosentezi də yenə dölün yanındakı sudan alırıq. Çünki döl inkişaf etdikcə, dərisi təzələndikcə tökülən toxumalar suyun içərisinə tökülür. Bəzən siz gedirsiniz, deyirlər, UZI-də suyun bulanıb. Məsələn, bu diaqnozu əminəm ki, hamınız bilirsiniz. Baxın, su bulanması diaqnozu yoxdur. Hazır ona dəymişkən də deyim. Dölün dəri hüceyrələri yeniləndikcə onun ölü hüceyrələri tökülür suyun içərisinə və bu su da çöküntü şəklində görsənir. Məsələn, uşaq doğulanda üstündə kazioz maddə ilə doğulur. Bilirsiniz, üstü ağ olur, belə kremsi bir maddə ilə doğulur. Bunlar hamısı dəri artığıdır və bu dəri artığı suyun içərisində üzür və bunu da görəndə bəzi UZI həkimləri su bulanıqlığı kimi diaqnoz qoyurlar, amma su bulanıqlığı diaqnozu dediyim kimi yoxdur. Suyun bulanması qeyri-mümkün bir şeydir. O tamamilə steril, saf bir sudur. Nə zaman bulana bilər? Doğum prosesinə girdiyin zaman uşaq mekoniumunu, yəni kakasını elədiyi zaman o su bulana bilər, amma bu da tam 37 həftədən sonra doğum ərəfəsində olan bir şeydir. Yəni 17 həftədə su bulanması, 22 həftədə su bulanması kimi diaqnozlar düzgün deyil. Burada mən fetusun böyüməsi və qısaca məlumat vermək istəyirəm. Həftələr üzərindən gedəcək çünki. Embrional dönəm var, bir də fetal dönəm var. Embrional dönəm ilk 8 həftə olan dönəmdir. Burada orqanogenezi başlayır. Məsələn, siz bebeğin ilk kalp atımını hardasa eşidirsiniz 6-7-ci həftədə. Çünki artıq ürək gelişməyə başlayır, boyunu görürsünüz, çıxıntılarını görürsünüz, artıq onurğa sütununun hardasa çizgisini görürsünüz. Fetal dönəm isə 12-ci həftəsindən sonra embriyo fetus adını alır və 36-40-cı həftələr arasında da artıq inkişafını tamamlayıb və çölə çıxmağa tam bir hazır birey olur. Deməli, hamiləlikdə ümumiyyətlə bütün orqanizmada dəyişikliklər baş verir. Bunun ən birincisi baş verən dəyişiklik uşaqlığınızda. Artıq, yəni burada hamilələr də var. Onlar artıq özləri professional olublar. Bilirlər ki, artıq onlarda nə dəyişiklik baş verib. Mən danışdıqca deyəcəklər, bəli, bunların hamısı olmuşdu. Hamilə olmayanda bir uşaqlığın tutumu hardasa 10 milli və yaxud ondan daha azdır. Ağırlığı da 70 qramdır. Amma hamilə olanda bu hardasa 20 qata qədər uşaqlığın ölçüsü artır. Hətta hamiləliyin sonunda sizin uşaqlığınız saf, kəndi başına, uşaqsız, susuz, plasentasız çəkisi hardasa 1 kilo 100 qrama gəlir. Estrogendən progesteron təsirində böyüyür bu uşaqlıq. Uşaqlığın o qədər güclü bir qan axımı olur ki, başlanğıc həftələrdə bu çox az olur. Məsələn, 20-li həftələrdə dəqiqədə 400 ml qədər qan keçir uşaqlıqdan. Amma 36-cı həftədə hardasa 750 ml qədər dəqiqədə düşünün, oradan 750 ml qan dövranı olur. Yəni o qədər güclü bir qan axımına sahib bir orqandır. Uşaqlığın boynu dəyişilir. Hamilə qalar-qalmaz uşaqlığın boynu göyərir biraz və yumşalır. Əvvəllər UZI yox idi, ultrason yox idi. Həkimlər məsələn qadını gətirirdilər, baxırdı, indi qarın həmişə böyük olmur da 6-7 həftədə. Güzgü ilə baxırdılar, deyirdilər ki, uşaqlı boynu göyərir, bunda hamiləlik var. Yəni uşaqlı boynu yumşalır və göyərir. Bu da relaksasiya, yəni bəzi hamiləlik hormonlarının təsirindən olur. Yumurtalıqlarda da bir sıra dəyişikliklər olur. Çünki yumurtalıqlarda bilirsiniz, ovulyasiya dayanır. Ovulyasiya olmadığına görə siz hamiləlik boyunca aybaşı görmürsünüz. Məsələn, bəziləri deyir ki, mən hamilə idim, amma hər aybaşı vaxtımda mən qanama görürdüm. Belə bir şey yoxdur. Ovulyasiya olmadığına görə aybaşı sayılmır. Hamiləlik gördüyünüz zaman ovulyasiya dayanır. Süd vəzləri dəyişilir. Ən önəmli, çünki süd vəzi hormonal bir orqandır. Artıq estrogen, progesteronun təsirindən süd vəzlərində dəyişiklik gedir. Yavaş-yavaş süd vəzləri böyüyür, kanallar genişlənir. Baxırsınız ki, döşlərin üstündə artıq damarlanmalar artır. Bu hipertrofiyanı göstərir. Girələrinin ucunun rəngi dəyişilir. Hamilələrin demək olar ki, %90-da girələr qapqara olur. Hətta gilə böyüyür. Gilə dediyim areola, o qara sahə böyüyür. Baxın, bu şəkildə ən son hamiləlikdə olur. Zaten doğumdan sonra da bu tamamen keçib gedir. Yəni, bu qalıcı bir şey deyil. Bura qoyduğum uşaqlıq boynudur. Bu uşaqlıq, yəni anatomiya açısından qoymuşam. Yumurtalıqlar, uşaqlıq boynu, vagina. Bu da açılmış uşaqlıq boynudur. Bu düşük eləyir bu qadın. Bu açılmış uşaqlıq boynudur. Abdominal divarda dəyişikliklər olur. Striyaları bilirsiniz, çizgilərdir. Bunlar rəngsiz də ola bilər, roz rəngdə də ola bilərlər, yırtıqlardır. Bu yırtıqların ən çox səbəbləri nələrdir? Hormonal səbəblərdir. Estrogen, progesteron hormonunun təsirindən ki, hamiləlikdə bilirsiniz artır. Genetik səbəblərdir. Anada varsa adətən qızda da olur bu tarz çatlaqlar. Dərinin həddinin artıq gərilməsi, qarnın gedərək böyüməsi və dərinin gərilməsi və bir də nəmləndirməmək, suyun az qəbuluna aid yaranan
çatlaqlardır. Hiperpigmentasiya, əminəm ki, yenə %90 hamilədə olur bu. Üzdə olan ləkələr var, hamiləlik maskası deyirik. Bu şəkildə linea alba, qarnın ön tərəfindən, göbəyin üstündən başlayır, aşağıya doğru, ta ki mons pubisə qədər, yəni qasıq bölgənizə qədər uzanan bir qaralmadır. Bunlar da yenə adətən hamiləlikdən sonra keçib gedirlər. Sonra saç dəyişiklikləri. Hamilələrin çoxu deyir ki, doktor, mənim saçlarım nə vitamin yazdısa mənə, elə gözəl uzadı, elə qəşəng gurlaşdı. Əslində biz də deyirik, bəli, bizim vitaminlərdəndir, amma elə deyil. Saç uzaması hamiləlikdə artır. Çünki kollagen sintezi bədəndə artır, yeni bir döl yaranır. Onun hüceyrələrinə kollagenindən istifadə edərək ana, eyni zamanda onun saçının da kollagen sintezi artır və saçları uzayır. Saçın ümumiyyətlə fazaları var. Anagen faza, katagen və telojen fazaları var. Hamiləlikdə anagen fazı uzuyur. Yəni saç uzaması artır, saç tökülməsi dayanır. Elə ki gəldiniz, doğum bitdi, kollagen sintezi dayandı, başlayır telojen faza. Yəni hamiləlik qutarandan sonra siz lohusa olanda 2-ci, 3-cü ayda deli gibi saçlarınız tökülür. Əslində tökülən sizin normal saçlarınız deyil, hamiləlikdə tökülməyən saçlarınızdır. Yəni hamiləlikdə o tökülməyən saçların hamısını lohusa dönəmində tökürsünüz. Öz saçlarınızı tökmürsünüz. Yəni orada bir saç azalması olmur. Kilo alma məsələsi, yəni bütün qadınların ən yaralı yeridir bu kilo alma məsələsi. Biz bu sunum oturumda ümumiyyətlə çox değinəcəyik buna. Fizioterapistimiz də değinəcək, kosmetologumuz da değinəcək buna. Kilo alımı ortalama 10-cu həftədə 650 qram olur. Amma 40-cı həftəyə gələndə artıq 12 kiloqram yarım, 13 kiloqram çəki almış olursunuz. Bəzən 15 kiloqram çəkini də normal qəbul edirik. Amma bunu unutmayaq. Hamiləliyə kilolu girən qadınlar az çəki almalılar. Yəni 7-8, maksimum 10 kiloqram ala bilər. Amma hamiləliyə kilosuz girənlər çox az çəki ilə, hətta body mass indeksinin normal altında da az çəki ilə girənlərə 17 kiloqrama qədər bəzən icazə veririk. Əkizlərdə də 17 kiloqram, 15 kiloqram kilo alımı normal sayılır. Kilo nədir? Bunun hardasa 3 kilo yarımı dölün çəkisi olur. 650 qram plasenta olur, 800 qram sudan olur, 970 qram uşaqlığın özü olur, hardasa demişdik 1 kilo olur, 1450 qram qan. Yəni bu şəkildə maternal yağ, 3 kilo yarım maternal yağ, yəni ananın bədənindəki yağ toxuması, bu da ortalama 12 kiloqram yarıma gəlir. Ona görə də doğum eləyən kimi çox belə həmən sürətli bir şəkildə 7-8 kiloqramı çox rahatlıqla ata bilirsiniz. Hamiləlikdə ürək sistemində dəyişiklik olur. Ən çox narahat edən hamilələri ürəyim döyünür, başım gicəllənir, təzyiqim düşür. İlk trimestrlərdə ən çox gördüyümüz budur. Çünki kardiyak output dediyimiz artır. Ürək daha çox çalışır. İndi baxın, aşağıda çanaq bölgəmizdə durmadan çalışan, üstündən qan keçən, daimi dövr eləyən bir orqan var. Bu qanı necə çatdırmalıdır? Mütləq ürəkdən almalıdır. Və ürək də durmadan davamlı olaraq çalışır və outputu artır. Vaskülər, sistemik bir vaskülər dirənç yaranır və buna görə də hamilələrin yatış pozisyonlarında bəzi problemlər çıxır. Məsələn, kürəyi üstə yatan bir hamilənin böyümüş uşaqlığı arxa tərəfdən aortanı sıxışdırır. Aortanı sıxışdırdığına görə narahatçılıq törədir. Yəni bir anda bayılma hissi gəlir. Ona görə də hamilə sol yana dönməlidir və yaxud sağ yana dönməlidir. Genəldə sol yanı tərcih edirik. Sol yana dönəndə ürəyin işləməsi 10 qat daha artır, yəni daha yaxşı olur. Burada yatış pozisyonlarından bahsediləmişik. Baxın, bu deməli böyümüş uşaqlıqdır. Buradan aortanı sıxışdırır. Görürsünüz, arxası üstə yatıb bu qadın. Yana dönən kimi görürsünüz, həmən qan axımı normallaşır. Bu da yatış pozisyonlarımızdır. Sırt üstü yatmaq məsləhət görülmür. Bir ayaq aşağıda, bir ayaq yuxarıda bu balıncı ayağın arasına keçirilmək də məsləhət görülmür. Bu digər ayağı sıxışdırırsınız. Ən idealı budur. Digər ayaq arxada, balınc qoyursunuz, üstünə digər ayağınızı qoyub sol yan üstünə yatırsınız. Ən yaxşı ideal yatış pozisyonu budur. Gastrointestinal sistem özünüz bilirsiniz. Mədə yanmaları, gəyirmə hissləri, ümumiyyətlə hamiləliyin bulantı hissi çox fərqli bir hissdir. Bunu bütün hamiləlik keçirənlər bilir. Bu bulantını həyatınız boyunca heç bir zaman yaşamırsınız. Qida zəhərlənməsi yaşasanız da, soyuq olsa da mədə bağırsanız da, o bulantı çox qəribə, çox dəyişik bir bulantıdır. Birincisi, uşaqlıq böyüyür, bağırsaqları basır. Bağırsaqları bastığına görə zaten bir qəbizlik yaranır sizdə. Hamiləlik hormonlarının təsirindən relaksin dediğimiz bir hormon var. Relaksasiya edir, genişlədir, boşaldır. Bağırsaqlar boşalır. Peristaltizm nədir? Hərəkət. Hərəkəti azalır. Azaldığına görə siz köp hissi yaşayırsınız, qəbizlik yaşayırsınız. Sanki gəlir məsələn 7-8 həftə hamilə deyir ki, doktor, qarnım elə böyükdür ki, o qədər köpəm ki, elə hamı elə bilir ki, mən 20 həftə hamiləyəm. Əslində bu tamamilə normaldır. Yəni bu sizin hormonlarınızın, hamiləlik hormonlarının yerində olduğunu göstərir. Düzdür, hər xəstədə olmaya bilər, amma olması da normal olduğunu göstərir.
Bundan başqa son həftələrdə mədə yanması yaşayırsınız. Yenə dediyim kimi peristaltizm mədə bağırsaqda yavaşladığına görə yediyiniz qidanı mədənizdən bağırsaqlara rahatlıqla ötürə bilmirsiniz. Bağırsaq hərəkəti yavaşladığına görə yediyim ağzıma gəlir. Heartburn dediyimiz, yəni sinə arxasında yanma hissi, qida borusunda özəlliklə turşuluğun yandırma hissi kimi hissiyatlarınız ola bilər. Bunları da dərmanlarla təbii ki kompensasiya eləyirik. Bunlar da normal sayılır. Tənəffüs sistemində qarnımız böyüyüb, diafraqma dediyimiz bir səth var, plane var. Bu göğüs boşluğu ilə qarın boşluğunu bir-birindən ayırır. Yəni bizim bağırsaqlarımızın döyüş qəfəsimizə keçməsini əngəlləyən bir səthdir diafraqma. Təsəvvür edin, orada böyüyən bir uşaqlıq var və diafraqma yuxarı çıxır. Nə olur? Döş sistemində, yəni ağciyərlərin aşağı tərəfinin havalanması pozulur. Deyir sizə havam çatmır. Elə bir çatmır havam. Baxın, bu hamısı böyüyən uşaqlığın qonşu orqanlara baskısı ilə əlaqədar yaranan doğal bir durumdur. Oksigen tüketimi də hamiləlikdə 20% artır. Bu da yenə dediyim kimi sürətlənən uşaqlıq qanlanması ilə əlaqədar bir şeydir və tam normal bir şeydir. Böyrəklər. Hamiləlikdə böyrəklər təqribən 1 santim böyüyür. Böyüyən uşaqlıq yenə qonşu orqanları taciz edir. Taciz etdiyi orqanlardan biri də üriner sistemdir. Məsələn, gedirsiniz UZI-yə, baxırlar sizə, deyirlər ki, böyrəkləri genişlənibdir. Doktor, mənim böyrəklərim genişlənib. Baxın, şimdi uşaqlıq böyüyür və sidik axarları onun həmən arxasından keçir. Böyüyən uşaqlıq onu basır. Bastığı yerin yuxarı tərəfində istər-istəməz genişləmə olur. 1-ci dərəcə, 2-ci dərəcə, 3-cü, 4-cü dərəcələr var. Yəni bunlar normal sayılır. 3-cü, 4-cü dərəcədə stent taxırıq, amma 1-ci, 2-ci dərəcələrdə hər hansı bir şeyə ehtiyac yoxdur. Bol sıvı tüketmək böyrəklərimizi rahatladacaqdır. İskelet sistemi haqqında demək istəyirəm. Bilirsiniz ki, hamilənin yerişi dəyişir. Deyirlər, mən pingvin kimi yeriyirəm, belə yanlarımı basa-basa yeriyirəm. Baxın, bu normal bir onurğadır. Bu da hamilənin onurğasıdır. Lordoz onurğa deyirik. Niyə? Qarın dırq önə çıxır. Nə olur? Tarazlıq mərkəzimiz önə gedir. Önə getdiyinə görə məcbur onu onurğanızla düzəltməniz lazım. Yoxsa belə qabağa düşərsiniz. Düzəltdiyiniz zaman nə olur? Bu şəkildə gəzirsiniz və belimizi istər-istəməz içəriyə verib qarnımızı qabağa verir. Deyirlər, qarnın qabağa niyə verirsən? Yapacaq bir şey yox. O artıq kompensatuar bir pozisyondur. İndi trimestrlər haqqında qısaca danışacağım. 4-12 həftə arasında birinci trimestrdir. Hamiləlikdə 2 həftə deyə bir şey yoxdur. Hamiləlikdə 3 həftə deyə bir şey də yoxdur. Hamiləlik 4 həftədən başlayır. Döl hardasa 10-15 qrama çatanda birinci trimestr sonlanır. Yəni 12-ci həftə sonlanır. Bizim üçün burada ya hep ya hiç qanunu var. Ya hep ya hiç nə deməkdir? Ya bu döl əmələ gələcək, ürək döyüntüsü normallaşacaq, gedəcək, ya da bunun inkişafı dayanacaq. Gəlir məsələn deyir ki, ürək döyüntüsü baxırıq ki, bradikardikdir. Deyir doktor, elə ki bunun ürək döyüntüsü normallaşsın, elə bir şey yoxdur. Ya hep ya hiç qanunu budur, bu deməkdir. Yəni bu ya bu döl sağlam olacaq, ya bu döl tutmayacaq. Yəni mənim 8 həftədə, 6 həftədə edə biləcəyim hər hansı bir şey yoxdur. Sağlıqlı bir spermdən və sağlıqlı bir yumurtadan əmələ gəlibsə, o döl davam edəcək. 4-cü, 5-ci həftələrdə implantasiya qanaması yaşaya bilərsiniz. Məsələn, deyir ki, 4-cü həftəmdə mən deyir aybaşı gördüm. Əslində o aybaşı deyil. Deyir, çox belə qara rəngdə aybaşı gördüm. Aybaşı deyil əslində o. İmplantasiya, döl içəriyə girərkən, zigot uşaqlığın divarına invaziya edərkən yüngülvari qanamaya səbəb ola bilir. Uşaqlıq böyüyür, döl kisəsi formalaşır, beta HCG artmağa başlayır. Beta HCG qanda hamiləlik testidir. Biz bununla yoxlayırıq bəzən. 10-cu həftəyə qədər artır, 10-cu həftədən sonra isə artıq artmamağa başlayır. Yəni normal standart çizilir. Onun üçün biz 11-12-ci həftədə heç eşitmisiniz ki, hansı həkim beta HCG baxsın. Baxmazlar. Bizim üçün ürək döyüntüsünü görməyimiz artıq informativdir ki, bu xanım hamilədir. HCG 1200-1500 arası olanda döl kisəsini görürük. Bəzən hamilələrimiz HCG olur 33, həmən gəlirlər UZI-yə. Olmaz. 33-də mən nə boruda görə bilərəm o hamiləliyi, nə də ki, uşaqlığın daxilində görə bilərəm. HCG hardasa 1200-ün üstündə olmalıdır. 2500-3000 arası olanda da ürək döyüntüsünü biz artıq normal eşidirik. Təqribən 6-7 həftədə də ürək döyüntüsü eşidilir. Deməli, hamiləlik belirtiləri nədir? İlk trimestrdə hamıda olur yorğunluq, yuxululuq halı. Deyir, elə bir ki, bütün evin işini mən görmüşəm, bütün dünyanın işini mən görmüşəm, ancaq yatmaq istəyirəm. Normal bir şeydir. Başlayır döşlərdə ağrılar, koyulaşma dediyimiz pigmentasiya normaldır. Döşdə ağrı normaldır. Bulantı hissi, bu da normaldır. Əgər bu bulantılar siz özünüz rahatlada bilmirsinizsə, o zaman həkimdən təbii ki, dəstək ala bilərsiniz. Qarın ağrısı, menstruasiya kimi ağrılar. Düşünürlər ki, düşük eləyəcəm. Əslində düşük deyil, böyüyən, həcmi artan uşaqlıq reseptorları gərilir və o da istər-istəməz kasın alt bölgəsində ağrıya səbəb ola bilir. Məmə hassasiyyətini dedim, tez-tez tualetə getmək. Girirsiniz, lavaboya çıxırsınız, bir də getmək istəyirsiniz. Girirsiniz, çıxırsınız, bir də getmək istəyirsiniz. Qıcıqlanan uşaqlıq ön tərəfdə sidik hissəsini qıcıqlandırır. Bu da normaldır.
ürək bulantısını dedik, baş ağrısını dedik. Bəzən sıcaq basma, temperatur ola bilər. Bəzi hamilələrimiz deyir ki, məndə deyir implantasiya dönəmində 40 dərəcə temperatur oldu. Görən bu uşaq qalacaqmı? Əslində o implantasiya temperaturudur. Bunu da biz bəzən normal qəbul edirik, əgər altda yatan hər hansı bir viral, bakterial bir səbəb yoxsa. Bulantı hər gün olmaya bilər. Məsələn, biz adətən deyirik ki, bulantının olması əslində yaxşı bir şeydir. HCG-nin artdığını göstərir. Yəni hamiləliyinizin sağlam olduğunu göstərir. Təbii ki, bu bulantı sizə zərər verməyəcəksə. Bəzi günlər isə bulantı heç olmur və xəstə həmən qorxur, zəng eləyir. Mənim bulantım dayandı. Görən uşağa nəsə oldu mu? Olmur. Hamiləliyin bəzi günləri yaxşı olursunuz, səbəbi bəlli deyil. Bəzi günləri yaxşı olursunuz, bəzi günləri pis olursunuz. Təzyiq düşür. Təzyiqin düşməsi yenə dediyim kimi hamiləlik hormonlarının yüksəlməsi, relaksasiya. Baxın, hamiləlik hormonları bilirsiniz nə edir? Gevşədir. Bütün bədəni gevşədir. Bağırsağı gevşədir, mədəni gevşədir, kasları gevşədir. Çünki bu bədəni hamiləliyə hazırlayır. Dar, tonusu artmış, belə deyim də, sıxı bir bədəndə gebelik ola bilməz. O matka, küçük uşaqlıq, o hamiləliyi 40 həftəyə qədər çatdıra bilməz. O genişləməlidir, gevşəməlidir. Yəni boşalmalıdır və boşalma bütün bədənə təsir eləyir. Qəbizlik də həmçinin ondan yaranır, mədənin boşalmasının ləngiməsi ondan yaranır. Bunlar köp və s. hamısı, bütün mədə-bağırsaq trakt problemləri hamısı ondan yaranır. Deməli, biz burada nə deyirik xəstələrə? Deyirik ki, az-az ye, tez-tez ye, mədə-bağırsağı gücə salma. Nanə yağından istifadə elətdirə bilərik bulantı olan xəstələrə. Bulantı dərmanları istifadə edə bilərlər. Cinsi münasibəti mən 12 həftəyə qədər biraz kaçınma tərəfdarıyam. Bəzi həkimlər deyir, ağrınız yoxdursa, qanama yoxdursa, cinsi münasibət sərbəstdir. Amma mən öz hamilələrimə deyirəm ki, 12 həftəyə qədər biraz kaçın bundan. Çünki orqazmik kasılmalar var. Onlar da istər-istəməz uşaqlığın yığılmasına bilmirik də, hər insanın bədəni fərqlidir və açılışa səbəb ola bilərmi? Olan mən münasibət görmüşəm. Ona görə də biraz kaçınmasını deyirəm. Bol su içmək lazımdır. Məddə bulantınız əgər icazə verirsə bol su için. Hərəkətli olmaq lazımdır. Gün ərzində 7 minut, 10 min addım ata bilərsiniz. Bitki çayları, qazlı içəcəklər bunlar yasaqdır, məsləhət deyil. Həftənin hər günü protein almalısınız. Çünki bədəninizdə yeni bir vücut yaranır və zülal sintezi lazımdır. Zülal sintezini necə ala bilərsiniz? Protein qəbul edərək. Yoxsa sizin bədəninizdəki protein yiyəcək və sizin bəzi problemləriniz çıxacaq. Sonra balıqdır, ətdir. Bunlar hamısı məsləhətdir. Çiğ balıq yemək olmaz. Məsələn, sushi yeyə bilərəmmi deyirlər, soruşurlar ən çox xanımlar. Çiğ sushini məsləhət görmürük. Sonra yodlu duzlardan istifadə etməniz lazım. Siqaret içirsə çəkməsin, alkol olmaz, fast food olmaz, ev yeməkləri və s. istifadə etməniz lazım. Birinci trimestr lazer olmaz. Lazerə göndərmirik. Əslində, lazerin təsdiqlənmiş belə deyim, hər hansı bir mənfi təsiri yoxdur. Yəni düşüşə səbəb olan bir vaka yoxdur. Amma lazer eləyəndə istər-istəməz yandığına görə ya da diskomfort hissi olduğuna görə o da kasılmalara səbəb ola bilər. Keratin məsləhət görmürəm. Bütün hamiləlik boyunca mən məsləhət görmürəm. Kimyasaldır, qoxusu çox ağırdır. Saç açma məsləhət görmürəm. Uzaq səyahət ilk trimestrdə məsləhət görmürəm. Ağır idman, diyeta. Diyeta hamilədə kesinliklə olmaz. Diyeta bilirsiniz nədir? Yəni bunu özərindən demək istəyirəm. 1-2 hamiləm vardı mənim, diyetaya girmişlər. Diyetada vücudumuzda keton cisimcikləri artır. Çünki siz ac olursunuz. Və bu keton cisimcikləri direkt gedir, dölün beyin hüceyrələrinə təsir eləyir. Yəni diyetaya girən bir anandan sağlam bir uşaq çıxmaz, onu deyim, keton cisimcikləri sayəsində. Stres, əməliyyat, narkoz bunlar genəldə ertələnir 12-ci həftədən sonraya. İlk 12 həftədə fol turşusunu biz qəbul elətdiririk. Bəzən D vitamini də yazırıq, amma D vitamini ürək bulanmasına səbəb olsa dayandırıla bilər. İlk 12 həftə fol turşusu yetərlidir. 12 həftədən ürək döyüntüsü, sadəcə ultrason ürək döyüntüsü təyini və qan analizi yetərli olur. Yəni ilk 12 həftədə sadəcə ürək döyüntüsünə baxdırıb, bir də check-up dediyimiz testlərdən keçirsiniz. Bir də 11-14-cü həftədə ilk trimestrdə ikili test elətdirirsiniz. İstəsəz DNA, NIPT analizi elətdirə bilərsiniz. Gəlirik ikinci trimestrə. İkinci trimestr hamiləliyin bal ayı sayılır. 12-ci həftə ilə 24-cü həftə arası. Niyə bal ayı deyirəm? Çünki ilk 12 həftədə rəsmən hamilə savaşdan çıxır. Yəni bir çatmır ona hamiləliyi, bir bədən ayrı sözünə qulaq asmır, qarında ağrılar, bulantılar, bir əsəbləşir, kocasına əsəbləşir, qaynanaya əsəbləşir. Yəni bir şeydən çıxır, bir savaşdan çıxır hamilə ilk 12 həftədə və girir 12-24 həftə bal ayına. Artıq başa düşür ki, hamilədir, qarnı yavaş-yavaş böyüməyə başlayır, aynanın qarşısında durur, qarnına baxır, qarnını səvəliyir. Bulantılar azalır, artıq normal yemək yeməyə başlayır, ürəyi nəsə istəyir, aşərmələr başlayır, kasılmalar azalır, bədən hamiləliyə daha çox adaptasiya olur. Biz 20 həftəyə qədər doğum olsa əgər bunu abort sayırıq. Amma 20 həftədən sonra açılış doğum sayılır arkadaşlar, bunda not düşdüm ora.
İkinci trimestrdə rahminiz genişləyir, daha böyüməyə başlayır, daha böyük bir qarın olur. Düşük kan basıncı ola bilər, baş dönmələri falan yaşaya bilərsiniz ikinci trimestrdə. Bebeğin hərəkətini hiss edirsiniz. Hərəkəti neçə həftədə hiss etməniz lazım? İlk hamiləlikdirsə hiss edəcəksiniz 20-ci həftədə. İkinci hamiləlik, üçüncü hamiləlikdə hiss edəcəksiniz 16-17-ci həftədə. Yəni birinci hamilənin 16 həftədə ay mən bu uşağın hərəkətini hiss eləmirəm, yaşayırmı? Hiss etməməsi normaldır, yəni 20 həftəyə qədər gözləyə bilərsiniz. Vücud ağrıları ola bilər, iştah artışı olur, mədə, göğüs, uyluq, kalçalarda çatlaqlar ucu artıq əmələ gəlməyə başlayır. Mədə uclarının ətrafında cilt tündləşməyə başlayır, qaşıntı yarana bilər, dəriniz quruya bilər, dartılmadan dolayı özəllə qarın dərisi quruya bilər. Əl və ayaq biləklərində şişmələr yaşaya bilərsiniz. Deməli 12-14 həftə arası ikili test eləyə bilərsiniz. 16-19-cu həftələr arası ikili test eləməmisinizsə 4-lü test eləyə bilərsiniz bu ikinci trimestrdə. 21-24-cü həftələr arası detallı ultrasona girirsiniz. Yəni taramaların demək olar ki, ən önəmlisi ikinci trimestrdə edilir. 11-12-ci həftədə NIPT analizidə, yəni DNK analizi ilə uşağın sağlamlığını yoxlaya bilərsiniz. Deməli, hər hansı bir cərrahi keçirəsinizsə, bunu ikinci trimestrə saxlaya bilərsiniz. Diş müalicəsidir, nə bilim, yumurtanızda böyük ölçülü bir kista var. Yəni, cərrahi əməliyyatlara biz ikinci trimestrdə icazə veririk. Saç boyaya bilərsiniz amonyaksız boyalarla. Cinsi əlaqə olar, mamalıq ağırlaşması yoxsa. Səyahət eləyə bilərsiniz rahatlıqla, yüngül idman və yürüyüş də olar. Biz bu həftədə fol turşusunu kəsirik, artıq multivitamin başlayırıq, D vitamini başlayırıq. Çünki artıq organogenez, yəni orqanlar yavaş-yavaş böyüməyə başlayır. Dəmir başlayırıq, maqnezium başlayırıq, lazım olsa mədə qoruyucu. Bir də xəstədə, nə bilim, sidik yolunda iltihab falan varsa artıq antibiotik müalicəsini ikinci trimestrdə xəstə edə bilər. Üçüncü trimestr nədir? 24 həftə ilə 40 həftə arasıdır. Bu da yəni ağır bir trimestrdir. Artıq hamilələr şişməyə və ağırlaşmağa başlayırlar. Bizim üçün ən önəmli trimestrdir. Nəyə görə? Çünki döl artıq yaşam qabiliyyəti qazanır. Döl doğulsa yaşayacaq. Yəni bu həftələr bizim üçün kritikdir. Erkən doğumu biz burada əngəlləməmiz lazım. Nə olur? Fetus iyice hərəkətlənir. Artıq hərəkətlərini daha çox hiss etməyə başlayırsınız. Doğum çantasını hazırlamalısınız. Son həftələrdə hastanəyə getmək üçün rota və ulaşım şəkli. Bu özəlliklə başqa yerdə doğum etməyə gedəcək hamilələr üçündür. Məsələn, xaricdə doğum eləyəcək, yaxın bir yerə ev tutmalıdır. Necə gedəcəm, nəyə minəcəm? Bu onun üçündür. Bir bebek koltuğu yerləşdirməniz lazım. Aracınıza karsit deyirik biz. O bebek otokoltuğu. Artıq bu dünyada, yəni bu çoxdan istifadə edilir, amma bizə gəlməli. Biz də adətən nə edirik? Körpə qucaqda gedir. Xəstəxana çıxışında nənə alır qucağına, işte qadını qabağa oturtdururlar. Otururlar, gedirlər, rayona gedirlər ya da harasa qucaqda gedir o uşaq. Əslində elə olmamalıdır, çox təhlükəli bir şeydir. Doktorunuzla bir doğum planı gelişdirməniz lazım. Sığorta işləmi, kayıt bilgisi soruşmalısınız, nə gətirəcəm doğuma və s. Bebeğiniz üçün bir beşiği hazırlayacaqsınız. Bu şəkildə anne yanı bebeğe beşiği olur genelde. Bir də acil durumları telefonunuza kayd edəcəksiniz. Acil telefonlar nələrdir? Yəni doktorun nömrəsi, köməkçisinin nömrəsi, nə bilim doktorun kocasının nömrəsi, bir şəkildə də yəni kimə ulaşamazsınız, əlinizdə bir nömrə olmalıdır. Deməli, ikinci mövzumuz haqqında da danışım. Hamiləliyimiz bitdi, təqibimizi elədik, gəldik ən son əvrəyə, artıq doğum mu, sezaryen mı? Bunun qərarını verəcəyik. Mən də sizə təbii doğumda, keysəriyyə haqqında da qısaca danışacağım və avantajlar, dezavantajlar nələrdir, nələrə diqqət eləməlisiniz, onlar haqqında qısaca məlumat verəcəm. Doğuşla keysəriyyə ömür boyu bir-biri ilə boks edən iki idmançıdır yəni. Bəziləri deyir doğuş, bəziləri deyir keysəriyyə. Adi bir post paylaşırsan keysəriyyə və doğuş haqqında yorumlarda əməlli başlı mübahisə çıxır. Bəziləri deyir yox mən doğdum başıma bu iş gəldi, bəziləri deyir keysəriyyə oldum yarımcan qaldım. Yəni bu ikisi həmişə bir-biri ilə dava eləyirlər. İndi mən sizə deyəcəm, siz özünüz öz doğum şəklinizi özünüz qərar verməniz lazım həkiminizlə birlikdə. Doğuşun növləri haqqında danışmaq istəyirəm. Təbii doğuş bilirik, normal doğuş deyirlər ona el arasında. Əslində normal demək bilmirəm. Məncə çox düzgün deyil. Artıq bilirsiniz çoxdan gələn bir terimdir deyə çox da dəyişdirməyə də uğraşmırıq. Normal, yəni digəri anormal doğuş olmuş olur. Təbii demək daha uyğundur. Çünki bütün canlılar vaginal yolla doğum eləyirlər. Təbiisi budur, doğalı budur. Ona görə təbii deməmiz daha düzgün olar normaldansa. Epidural doğuş, ağrısız doğuş, prenses doğuş digər adı. Suda doğuş bu yeni trendə giribdir. Mən təzə xəstəxanaya gələndə belə bir təklif vermişdim ki, Azərbaycanda su doğuşu eləyək ilk doğuşumuz. Amma bunun üçün biraz bayağı bir ekipman falan lazımdır. Yəni biraz zaman alacaq bir şeydir. Bir də sezaryen doğum var. Bu əlavə olaraq lotus doğum da var. Ondan bəhs etmədim. Onlar uca biraz belə deyim də maqazinsel doğumlardır. Hamiləliyin 37-42-ci həftələri arasında doğuş başlaya bilər. Şimdi literatur deyir ki 42 həftəyə qədər gözləyə bilərsən. Yəni biz oxuyanda bizim universitetimizdə
kitabların hamısında, textbooklarda yazırdı ki, hamiləlik 42 həftəyə qədər gözlənə bilər. Amma mən 42 həftəyə qədər gözləyən bir uzman görməmişəm. Şəxsən mən özüm artıq 40 həftə, 40-41 həftə arası xəstəyə doğuş məsləhəti görürəm. Əgər öz sancısı gəlsə, öz sancısı gəlməsə süni doğuşla 41 həftədə artıq yekunlaşdırmış oluram. Ümumdünya Səhiyyə Təşkilatına görə deyir ki, əgər hər hansı bir problem yoxsa, xəstə öz sancısı ilə gəlməli və bu doğuş prosesini daha normal və daha təbii axarına səbəb olur deyir. Orta hesabla 40 həftədə doğumlar sonlanır. Yəni 39-40 həftədə qadın doğur və belə bir məsələ var. Qadın məsələn ilk doğumunu 39 həftədə doğubsa, muhtemelen ikinci, üçüncü doğumları da 39-cu həftəyə denk gəlir. Əgər hər hansı bir əlavə faktor yoxdursa. Tamamlanmış hamiləlik 37-42-ci həftələr arasıdır. Ana bətnində öz-özünə başlayan sancılarla gələn doğumdur. Təbii doğuş, normal doğuş nədir? Üstünlüklərindən danışacağam. Deməli, doğuşun üstünlüyü nədir? Biz ümumiyyətlə bütün poliklinikada birinci doğum edəcək bütün xəstələrə birinci məsləhətimiz bizim təbii doğum olur. Çünki normalı budur və daha fiziolojik olanı da budur. Normal doğuşda körpə vaginal yolla doğulduğuna görə ananın bədəni daha tez bərpa olur və adi həyata daha tez qayıdır. Bir var ki, əməliyyat olmusunuz, qarnınızdan əməliyyat keçirmişsiniz, hələ ağırlaşmalarını demirəm. Amma bir də var təbii yolla aşağıdan doğumunuzu eləyirsiniz, ondan sonra direkt durursunuz palataya, öz ayağınızla gedirsiniz. Hətta xəstə yaxınlarınızla görüşə bilirsiniz, uşağı qucağınıza ala bilirsiniz. Yəni əməliyyat keçirmirsiniz və doğumda o qədər güclü sancı olur ki, doğum sonrası periodda xəstələrə inanılmaz bir rahatlama gəlir. Çox güclü bir ağrıdan çıxan bir bədən doğumdan sonraki o matka ağrısını artıq ona, belə deyim də, onun bədəni üçün ağır bir ağrı olmur. Normal doğuşdan sonra xəstəxanada 24 saat qalmaq kifayətdir. Daha tez də çıxa bilərsiniz. Amma bir gün xəstəxanada qalıb həmən çıxa bilirsiniz. Yəni xəstəxana yatışınız normal doğumda uzun olmur. Normal doğuş zamanı ifraz olunan oksitosin hormonunun təsirinə ana sütü tez gəlir. Baxın, deməli bizim bədənimizdə matka, yəni uşaqlıq kasılmasını yaradan hormon oksitosin hormonudur. Ki siz sancı ilə gəlirsiniz ki, baxın o sancının səbəbi oksitosindir. Oksitosin eyni zamanda bağlanma hormonudur. Yəni yoldaşınızla aranızdakı bağ oksitosin sayəsindədir. Körpənizlə aranızdakı bağ oksitosin sayəsindədir. Yəni məsələn siz adi xoş bir qucaqlama, xoş bir təbəssüm sizdə oksitosin salgılanmasına səbəb olur və biz oksitosinə bağ hormonu deyirik. Doğuş sancınız yaradan oksitosin olduğuna görə o eyni zamanda sizin döşünüzdə də süd əmələ gətirir. Yəni ki, oksitosinə nə qədər çox məruz qalsanız, yəni təbii doğsanız, döşünüzə də süd o qədər qısa müddətə gələcək. Deyirlər, eşitmisiniz, keysəriyyə oldum, südüm gec gəldi və ya keysəriyyə oldum, südüm gəlmədi. Çünki oksitosinə məruz qalmadan direkt kəsilib götürülür uşaq. Ana əməliyyat keçirmədiyi üçün daha tez qidalanır. Bir var əməliyyat keçirirsiniz. Məsələn, əməliyyat keçirdiniz, biz deyirik ki, 8 saat, 9 saat işte qidalanma, 6 saat qidalanma. Onsuz da gecədən acdı bu xanım. Suyu içmir, yemək yemir. Yəni sizin südünüzün gəlməsi üçün beslənməniz lazım. Bol-bol su içməniz lazım. Ona görə də təbii doğumdan çıxan kimi həmən yeyirsiniz, içirsiniz, südünüz də bol-bol olur. Niyə məsələn poposu ilə gəlmir uşaqlar, başı ilə gəlir? Çünki aşağı doğru ilərlədikcə yer çəkimi qüvvəsi ilə ağzındakı suyu boşaltmaq üçün. Yəni poposu ilə gələn bir uşaq ağzındakı suyu tam boşalda bilmir. Deməli, burada çıxarkən bütün suyunu boşaldır və təbii doğumdan sonra TTN dediyimiz geçici takipnesi yeni doğanın sindromu var. Hani yaş ağciyər deyirik digər adla. Mən normal doğumda onu çox az görmüşəm. Pediatrımız da təsdiqləyər. Təbii doğumda çox az olur, nəinki sezaryanda. Məsələn, deyir sizə keysəriyyə oldum 38 həftə, 39 həftə, uşaq küvezə girdi, 3 gün küvezdə qaldı. Dedilər suyunu udub. Əslində su udmaq deyil. Uşaq zaten suyun içində olur. Su onun bütün ağciyərlərində, ağız boşluğunda su olur. Zaten suyun içində də olur. O uşaq suyunu tam boşalda bilmir. Əslində su udmur. Suyunu sadəcə tam boşalda bilmir. Təbii doğumda isə suyunu tamamen boşaldaraq çıxa bilir. Düzdür, istisna hallar var, amma istisnalar şeyi bozmur. Genel olaraq bir algı var, onu pozmur. Doğuş zamanı ana körpəsini dərhal görür, ona toxunur. Tən-tənə təmas, erkən təmas dediyimiz əlaqə həmən qurulur və daha tez emosional bağ. Hətta doğum olan zaman direkt aradan çıxadırıq, ananın perinəsindən uşağı çıxadıb, direkt ananın üstünə qoyuruq. İlk təması hətta biz doğumda o şəkildə sağlayırıq. Həmən ana toxunur uşağına və ilk təmas orada olur. Yəni uşağa ilk toxunan əl həkimin əli olur, amma direkt ana ilə tənini təmas elətdiririk. Təbii doğuşun təbii ki dezavantajları da var. Avantajlarından bəhs etdiyimiz kimi. Şimdi dezavantajları nələrdir? Birincisi epiziotomi. Epiziotomi kəsiyin atılması. Adətən təbii doğuşa gedəcək xəstələr bizdən soruşur ki, kəsəcəksinizmi məni? O kəsmə dedikləri epiziotomiyadır. Epiziotomiya rutin deyil. Yəni biz bütün hamilələri epiziotomiya
epiziotomiya açmırıq. Öz sancısı ilə gələn, mənim öz müşahidə elədiyimi deyəcəm sizə, öz sancısı ilə gələn, öz doğum prosesi ilə gələn, heç bir müdaxiləyə məruz qalmayan qadınlarda epiziotomiya ehtimalı çox aşağı olur. Çünki onlar artıq fiziolojik olaraq bir doğum prosesi ilə gəliblər və vücudlarında relaksin hormonu yüksək səviyyədədir və bu da perina, yəni aşağı tərəfdəki əzələlərin boşalmasına səbəb olur və boşalmış əzələ də cırılmır, eyni zamanda da ekstra kəsiklərə səbəb olmur. Doğuşda dezavantajlarından biri yırtıqlar ola bilər. Ananın gücənməsi bitir, gücənə bilmir, biz üstdən dəstəkləyirik. Bəzən el arasında deyirlər, qarnıma basıb doğuzdurdular. Bəzən belə dəstəklər olur. Ya da uşağın başı tam fırlana bilmir. Bəzən uşaq belə gəlir. Baxın, bu şəkildə gəlir. Normalda baş çevrəsi ekstra olaraq əl gəlir yanına. Ya da uşağın baş yapısı ilə çanağın çöl qismi uyumsuz olur və bəzi yırtıqlara səbəb ola bilər. Bu da ilərləyən zamanlarda sidik saxlaya bilməmə, nəcis saxlaya bilməmə problemlərinə gətirir. Baxın, bu epiziotomiyadır. Biz buradan açırıq. Belə də epizio var, amma bunu açmırıq. Çünki burada anus dəliyi var. Bunu kəsməyimiz ilərləyən zamanlarda qadının nəcis qaçırmasına səbəb ola bilər. Burada çünki sfinkter var, onu bozmamaq lazımdır. Fərqli çeşidlər var, belə kəsən var, belə amma yəni 99.9% uzman bu şəkildə kəsir ki, uşaq rahat çıxsın. Amma epizio kəsdiyimiz halda cırıqlar ola bilərmi? Ola bilər. Cırıqlar, baxın, bu tərəfə gedəni də var, bura gedəni də var, belə gedəni də var, bu şəkil gedən və hətta dərin, vaginanın içinə doğru gedən cırıqlar da ola bilir. Amma ən sevmədiyimiz budur. Yəni, anusa gedən cırıqlar. Çünki bu anus cırıqları faciəvi bir şeydir. Bizim Türkiyədə var idi elə xəstəmiz. Doğum sırasında anus cırılmışdı və sosial həyatı sıfır idi onun. Oturduğu yerdən qaz, nəcis, yəni çıxmırdı. Cəmiyyət içərisinə kesinliklə çıxmırdı. Ailə həyatı da pozulmuşdu deyə bilərəm. Ona görə də doğumdan sonra mütləq biz anus tamlığını, onun sfinkter tamlığını mütləq yoxlayırıq. Dezavantajlardan biri sidik hissəsi sallanması. Baxın, mən öz şəxsi praktikamda deyim. Mən keysəriyyə olub, sidik hissəsi sallanması ilə gələn, yəni adətən bunlar gəlirlər 35 yaşın üstü qadınlar. Yəni görməmişəm demək olar ki, doğuş eləyən, özərinə çox doğuş eləyən, 2-nin üstü və arxa-arxaya doğuş eləyir. Demək, uşağın yaşı 1-dir, bir dənə də arxasınca doğub, onun da arxasınca birini doğub. Davamlı olaraq relaksin, yəni gevşədici hormona durmadan bu qadın 3-4 il ərzində məruz qalıb. Onların sallanması çox olur. Ona görə biz deyirik ki, hamiləliklərinizin arasında vaxt verin, qoyun bədəniniz toparlansın. Hamiləlik hormonlarına davamlı olaraq bədəninizi məruz buraxmayın. 2 doğuşun üstündə ən çox görürük bunu. Məsələn, qadın gəlir, 3 dənə doğuşu var, 4 dənə doğuşu var. Ağır doğub, böyük doğub. Məsələn, doğub 4 kilo yarım, 5 kilo, deyir 6 kilo uşaq doğdum. Basdılar, deyir qarnımdan. Basma ümumiyyətlə çox təhlükəli bir şeydir. İlə basma bağları aşağıya doğru itələməkdir. Sonra o bağlar toparlanmır maalesef və sidik hissəsi sallanması ilə gəlir bu təbii doğan qadınlar. Deməli nədir? Uşaq arasını az tutmaq, böyük çəkili uşaq doğmaq, ağır doğum keçirmək, doğumda sizin basılmanız, bu tarz problemlər sidik hissəsi sallanmalarına və sidik qaçırmaya səbəb olur. Qadınların çoxunda var. Gəlir, məsələn, 35 yaşındadır, sidik qaçırır. Çox gəncdir. Siz bilmirsiniz də, biz onlarla təmasda oluruq. Deyir ki, məsələn, mən deyir, özümü öldürdüm ki, mən təbii doğum. Deyir, 4 kilo yarım uşağı təbii doğdum, amma 35 yaşında da sidik qaçırır. İkinci bir artıq bizə gəlir əməliyyat olmaq üçün və belə problemlər var. Normal doğuşların, hamilə qadınları uzaqlaşdıran əsas şey ağrıdır. Doğum sırasında ağrıdır. Yoxlayıblar ki, doğum sırasındakı ağrılar ən çox olan ağrılardır. Hətta dünyanın 3-cü bud sınığıdır, səhv eləmirəmsə, ən güclü ağrı, sonra 3-cü sinir nevralgiyası, sonra doğum ağrısı gəlir. Bəli, doğum ağrısı maalesef ki, ağrılı bir şeydir. Amma mən sizə bunu deyim. Mən doğum ağrısı çəkib, Allah uzaq eləsin, rəhmətə gedən xəstə görməmişəm. Yəni, görməmişəm, desinlər ki, bu ağrı çəkdi, ağrıdan öldü. Belə bir şey yoxdur. Yəni, ən azından bunu düşünə bilərsiniz ki, mən həmişə hamilələrimi onu deyirəm. Ağrı çəkəcəksən, çox güclü ağrın olacaq. Amma bunu nəzərdə tut ki, sən bu ağrıdan ölməyəcəksən. Sən bəlkə qanaxmadan əziyyət çəkəcəksən, doğum sonrası qanaxman olacaq, doğum sonrası bəlkə başqa problemlər yaşayacaqsan, amma sənin ölümün bu ağrıdan olmayacaq. Yəni, ölüm verməyən bir şeydən ucunda daha təbiidirsə, nədən razı olmayaq? Yəni, bu açıdan hamilələri rahatmaq üçün mən bu cümləni istifadə edirəm, onun üçün sizə də deyirəm. Bu, heç bir ağrı öldürmür. Yəni, bu geçici bir ağrıdır. Bəzi xəstələr 24 saata qədər ağrı çəkir, bəzi xəstələr 4 saatın içərisində gəlir, doğur. Bunu öncədən təyin edə bilmirik. Bu, sizin vücudunuzun yapısı ilə əlaqədar bir şeydir. Deməli, xəstələri doğumdan qaçırılan ən önəmli şeylər gecə başlasa nə edəcəm? Doğumum gecə başlasa nə edəcəm? Mən sizə burada da önəmli bir cümlə istifadə edəcəm. Doğumunuz, düzənli sancılarınız başladıktan sonra sizin ən
az 5 saat vaxtınız var ki, uşağınızın ən az 5 saat. Yəni mən ondan tez çox sürətli doğumlar təbii ki olur, amma düzənli sancı artıq ki başlayır sizə hiss eləməyə, keçmir sancınız. 20 dəqiqədən bir sancı gəlir və böyük həftə hamiləsiz. Sizin gəlib xəstəxanaya çatmanıza qədər 5-6 saata qədər siz doğmayacaqsınız. Yəni bu 99% deyirəm ki, bu şəkildə olur. Ona görə də təbii ki siz Bakıda yaşayırsınız. Maksimum 1-2 saat bir məsafə var. Çox rahatlıqla sancılarınız başlayandan sonra xəstəxanaya çata bilirsiniz. Sonra gecə başlasa nə edəcəm? Heç bir şey yoxdur. Doğuşların bu arada çoxu gecə başlayır. Siz əgər spontan gözləyirsinizsə, xəstənin gecə saat 12-11 kimi sancıları başlayır və su gəlişlərinin çoxu adətən səhər üzü 3-də və 4-də olur. Suyunuz gələndən sonra da xəstəxanaya gələ bilərsiniz. Həkimin nəzarəti ilə, amma indi bəzi hamıya eyni şey şamil eləməyək. Amma suyunuz gələndən sonra da zaten doğumunuz 3-4 saat ərzində muhtemelen gerçekleşəcək, elə bir problem yoxdursa. Həkimə çatmaq qorxusu, dediyim kimi 5-6 saat bir sürəniz olur zaten düzənli sancılar başlayandan sonra. Burada deməli sidik hissəsi sallanmasıdır. Baxın bu əməliyyatdır. Bu tamamen çölə çıxıbdır. Vagina, sidik hissəsi, uşaqlıq boynu. Bu ağır doğumlar eləyən bir xanımdır. Deməli baxın bu uşaqlığımızdır. Bu öndən sidik hissəsidir, bu arxada rektumdur. Görürsüz önə düşür. Sistosel deyirik biz buna. Burada da bağırsaq sallanır, rektosel. Yəni siz 3 mərtəbəli bir bina düşünün. Binanın orta mərtəbəsində vagina yaşayır. Üst mərtəbəsində sidik hissəsi yaşayır. Alt mərtəbəsində də bağırsaq yaşayır. Vaginadan olacaq hər bir problem üstdə də, altıda təsir eləyir. Yəni ağır doğuşun keçirilməsi, doğuşun çətin olması onun üst divarının, tavanının və alt divarının boşalmasına səbəb olur. Ona görə də bağırsaq vaginanın alt divarından, sidik hissəsi vaginanın ön divarından çölə çıxır. Yəni çölə çıxmalar vagina divarından olur sadəcə. Doğuşun dezavantajlarından biri də qəfil keysəriyyə. Doğuma gəlirsiniz, bizdə də çox olur, başqa həkimdən gələn xəstələrdə olur. Deyir ki, məni doğum təqib elədi, son anda gətirdi, məni keysəriyyə saldı. Bu riski bilərək getməniz lazım təbii doğuma. Çünki burada bilirsiniz necə, sıfır risklə işləmək lazımdır. Əvvəl bizim analarımız, nənələrimiz bir ailədə 8 uşaq, 9 uşaq olurdu. Qadın evdə doğurdu, heç getmirdi həkimə. Deyirdi ki, bu problemli olsa o bir uşağım normal olar. Uşaq doğulurdu, peyvəndə də aparmırdı, rəhmətə gedirdi. Deyirdi ki, bir dənə də uşağım olar, problem deyil. Amma hal-hazırda dünyada bizim ailələrimiz 2 ya maksimum 3, bəziləri 1 uşaq doğur. Ona görə də doğulan hər bir fərd dəyərlidir. Dəyərli baxırıq biz ona. Və o fərdləri də biz maksimum dərəcədə ailəyə sağlam verməliyik. Məsələn, təbii doğuşda uşaq kakasını eləyirsə, bu onu göstərir ki, o artıq orada sıxıntıdadır. Və yaxud da 3-4 qat ciyə dolanması var. Uşağın nəsətədə ürək döyüntüləri düşür. Axı biz bu təbiidir deyə bunu nəyə görə zorlamalıyıq ki, bu mütləq bunu təbii doğsun. Həmişə bunu düşünün. Doğumun xeyirlisi. Yəni mən illa təbii doğacam deyə gələn xəstə həmişə bir problem çıxır. Həmişə həkimə demək lazım ki, doktor, xeyirlisi nədirsə o olsun, nəyi məsləhət görürsünüzsə o olsun. Hə, istəyirəm təbii doğum, fikrim təbii doğumdan yanadır. Amma mən də sağlam olum, uşağım da sağlam olsun. Əmin olun ki, bu xəstələrin işi daha yaxşı gedir və onlar daha məmnun bir şəkildə ayrılırlar xəstəxanadan. Deməli, hansı problemlərdən ola bilər doğumdan sezariyana getmək? Xəstə gəldi, 3-4 santim açılış, yatırmısan, hər şey normal doğur. Doğuş prosesi yavaşlayır. 6-7 santimdə dayanır doğum. Baxın, bizim yenə həkimlərin bir şeyini sizə verəcəm, siz də məlumatlanın o konuda. Biz bir açılışdan, növbəti açılışa 2 saat vaxt veririk. Yəni xəstə gəldi 4 santimetrlə, xəstə ortalama 2 saata qədər 5 santima keçməlidir. Ortalama 2 saata qədər 6 santima keçməlidir. Deməli, ortalama 2 saata qədər keçməlidir növbəti açılışa. Yəni 5 santim, 6 santimdən xəstə gəldi, 2 saat gözləyə bilərik ki, o 7-8 santimetr olsun. Əgər xəstə gördü 3 saat, 4 saat, bu ilərləmir, yəni bu doğuş ilərləmir. O doğumu uzatmanın heç bir mənası yoxdur. Xəstəyə məlumat verib, o doğumun keysəriyyəni artıq sonlandırmaq lazımdır. Körpənin ilərləməsi dayana bilər, körpə çətinlik çəkə bilər, yəni nə ola bilər? Ürək döyüntüsü düşər, kakasını eləyə bilər. Ürək döyüntülərində yavaşlama və sürətləmə ola bilər, nəcis edə bilər, təhlükəli vagina qanaya bilər. Baxırsınız 5-6 santimdə şiddətli qıpqırmızı qan gəlir. Bu doğumu artıq normal doğutmanın heç bir anlamı yoxdur, cift qopmuş ola bilər. Yəni bunları nəzərə almaq lazımdır. Bəzi vəziyyətlərdə təcili keysəriyyə aparması nədir? Uzanan doğuş proseslərində körpənin oksigensiz qalması, ilərləyən zamanlarda zəka geli, serebral palsi eşitmisiniz yəqin, doğumda oksigensiz qalması, uşağın beyninin bəzi bölgələrinin oksigensiz qalmasından dolayı sinirsel yaşanan problemlərdir. Əzələ gücü itkiləri və s. ola bilər. Yəni hər zaman bunu düşünün. Təbii doğacam deyə evə xəstə uşaq aparmaq istəmirsinizsə,
Hər zaman həkimin də dediyini mütləq nəzərə almalısınız və tibbi göstərişləri özünüz də bilməlisiniz və həkimdən də tələb eləməlisiniz ki, mən sağlam uşaq istəyirəm, özüm də sağlam çıxmaq istəyirəm. Yəni bir şeyə illa dediyim kimi dirəşmək düzgün deyil. Bəzən doğuş zamanı doğum irəliləmir, vakuum istifadə edilir. Bu yöntəmi bilmirəm, eşitmisiniz ya yox, vakuum yöntəmi. Mən öz praktikamda kesinlikle istifadə etmirəm. Yəni özümə və öz evladıma etməyəcəyim heç bir şeyi, özümə rəva görmədiyim heç bir şeyi xəstələrimə də rəva görmürəm də zaten. Məsələn, vakuumla doğum Gəncədə bizdə edilirdi. Mən Gəncədə işləmişəm. Orada bizim qocaman həkimlərimiz vakuumla doğum edirdilər. Vakuumla doğum nədir? Uşaq gəlib çıxımda dayanıbdı. Keysəriyyə aparmaq istəmirlər. Ana da gücənə bilmir, uşağın başı çıxma dayanıbdı. Bu vəziyyətdə nə edirlər? Vakuum qoyurlar. Baxın, vakuumu göstərim burada var. Baxın, tozsoran kimi bir şeydir. Bunu başına keçirirlər uşağın. Qoşurlar bir dənə təzyiq aparatına. Orada təzyiqdə basınç yaranır və uşağın başını o şəkildə aparatla çıxadırlar. Bu şəkillər əmələ gələ bilər və belə uzana bilər başın yapısı. Bunun altına qan sıza bilər, hematoma ola bilər. Yəni və eyni zamanda da anada perinə yırtıqlarına da səbəb ola bilər. Mənim bir dənə Gəncədə doğulma sezaryen aparacaqdım. Xəstənin ürəyi getdi falan, nəysə gəldi, bizim bir qocaman həkimimiz vardı orada, 40 ilin artıq akuşerkası idi. Akuşerka deyil də həkim idim. Gəldi, dedi ki, yox, olmaz, gəl buna vakuum taxaq dedi. Vakuumda da iki şey olmalıdır. Biri yuxarıdan basmalıdır, aşağıdan da biri vakuum qoymalıdır. Mən nə qədər dedim ki, yox, eləməyə şöbə müdürü dedi, yox, buna vakuum qoyaq. Bu əməliyyata getməz. Anesteziolog götürmədi xəstəni. Dedi, bu bayılıb, mən bunu götürməyəcəm. Neyniyə? Məcbur qoydurdum vakuum. Düzdür, uşaqda hər hansı bir problem yoxdur, şükürlər olsun. Elə öz ad günümdə doğulmuşdu. Mənə ad günü hədiyyəsi oldu, yəni o stres. Mən qarnından bastım, aşağıdan həkimimiz də onu o şəkildə vakuumla çıxartdı. Amma yəni dediyim kimi praktikamda istifadə etmirəm. Bir də qaşıqlar var. Biz bu qaşıqlarla vakuumları bizim eğitim sürecimizdə, mən Akdeniz Üniversitesi çıxışlıyam, orada istifadə eləyirdik. Mən eləmirdim yenə. Bu qaşıqları taxırlar uşağa, buradan kitlənir qaşıqlar. Bu şəkildə güclə çıxadırsan, o şəkildə çıxadırsan. Yenə bunu istəməzdim, travmadır. Yəni bu doğum şəklindənsə, ondan sonra keysəriyyəyə getmək daha yaxşı olar deyə düşünürəm. Doğum sırasında NST təqib eləyirik. NST-ni bilmirəm, bilirsiniz yəqin ki. Mən 32 həftənin üstü bütün hamilələrimi hər həftə gələndə, hər səfərində gələndə mütləq elətdirirəm. Baxın, sizə yenə özəl xüsusi bir cümlə deyəcəm. UZI-mi, NST-mi? NST. Yəni mən NST-yə daha çox güvənirəm, nəinki UZI-yə. UZI-yə düşməyə bilərsiniz. Amma NST çox önəmlidir. Nə üçün? UZI-də 5 dəqiqə uzanır xəstə, 5 dəqiqə ürək döyüntüsünə baxdım, kilosuna baxdım, getdi. Amma NST odur ki, 20 dəqiqə siz uzanırsınız bu aparatın altında. Uşağın baxın, ürək döyüntülərinin artısı, çıxdısı, hamısı 20 dəqiqə yazılır. Biz buna deyirik fetal iyilik hali. Yəni uşağın ana qarnındakı iyilik hali necədir? Biz bunu UZI ilə təyin edə bilmərik. Yəni bir xəstə gəlib desə ki, mənə 35 həftəsində narahatam, görən uşağım necədir falan, mən ona deyərəm get NST-yə. UZI lazım deyil. UZI-də nə edəcək? UZI mən kilosunu verəcək. Amma NST-si yaxşı olan uşağın kilosu da yaxşı olar, NST-si yaxşı olan uşağın UZI-si də yaxşı olar, suyu da yaxşı olar, hər şey yaxşı olar. Baxın, bu non-reaktiv NST-də düz cilt gedir. Bu artımlar olmalıdır, bunlar ürək döyüntüsü artımlardır. Bura ananın ağrısını yazır. Bir də bu NST-yə baxın, dık düşüb. Bu da onu göstərir ki, bu uşaq stressdədir. Ananın ağrısı var, ağrı olduqca ürək döyüntüsü düşür. Bunu sezaryana götür. Yəni bunu normal doğum, hələ 3 sm açılışdı, NST bu gündədir. Bunu doğurtmanın heç bir anlamı yoxdur. Bunu direkt götürsən, bunu da götür, bunu da götür. Bu sezaryana getməlidir. Bu təbii doğa bilər. Sonra digər ən qorxduğumuz şey, bir qadın doğumcunun bu həyatda qorxduğu iki önəmli şey var. Yenə etiraf edirəm. Birincisi omuz takılması, körpənin omzunun doğum sırasına takılması. İkinci atoniya, doğum sonrası uşaqlığın yığılmaması. Çox ölümcül bir şeydir. Yəni bir həkimin, ginekologun başına gələcək ən pis şeylərdir. Omuz takılması nədir? Uşaq çıxır, çiyin çıxmır. Dartırsan da bu buradan takılır. Yəni heç bir şəkildə çıxmır. Bu o deməkdir ki, bu uşaq burada boğulacaq. Başlayır, 3 dəqiqə keçir, uşaq qapqara qaralır, oksigensiz qalır. Ondan sonra pH-ı falan dəyişilir. Bunu buradan çıxartman lazım. Bir şəkildə artıq manevralar var. Omuz takılması deyirik biz buna. Omuz takılmasını görülə bilmir. Baxın, bu cümlə önəmlidir. Həkimi günahlandıra bilərsiniz ki, bunu öncədən görmədimmi? Bunu düşünə bilmədimmi bu uşağın omuzu takıla bilər? Çanağımı müayinə etmədimmi? Çanaq müayinəsini eləyirsən, çanaqda heç bir problem yoxdur. Amma uşaq çıxarkən bir şəkildə takıla bilir. Yəni sənin bunu görmə ehtimalın yox. Necə görə bilərsən? 4 kilo yarım uşağı birinci doğuşa buraxırsansa, burada görürsən əslində. Buraxmaman lazım. Amma 3 kilo 800 uşaq gəlib bura takılırsa, bu həkimin günahı deyil. Yəni bunu görməyə bilər, bu bilinməyə bilər, biraz şanssızlıq məsələsidir.
Sonra baxın, omuz takılan uşaqlarda nələr olur? Erk palsisi, Klumpel palsisi, baxın, obstetrik yaralanmalarda olur. Bu nədir? Bunu fərqli elə bir boyun fəqrəsinin fərqli yerlərinin yaralanmasından əmələ gələn palsilərdir. Deməli, boynu çəkirsən, çıxartmağa çalışanda orada sinirləri zədələyirsən, bu şəkildə erk palsisi əmələ gəlir. Bir də var, uşağı qollarından tutub yuxarıya doğru belə qaldırıb çıxarsan. Məsələn, biz həmişə deyirik ki, qolunun altına dəymə uşağın. Uşağın qolunun altını çıxaranda bu şəkildə eləməyin deyirik. Belə də olanda yenə obstetrik yaralanmalara keçir. Orada sinirləri zədələyirsən. Birində pəncə əmələ gəlir, o birisində də işte qarson əli dediyimiz durumlara səbəb olur. Erk palsisi məsələn uşaqlarda rast gələ bilər. Yeni doğmuş çətin və travmatik doğuşlar zamanı olur. Körpənin çiyini doğuş kanalına sıxılır. Böyük çəkili uşaqlarda olur və vakum forseps doğuşunda olur. Bayaq sizə göstərdiyim o vakumla forseps var idi. Baxın, genəldə o doğuşlarda rastlayırıq biz buna. Ona görə də biz heç bir zaman doğumundan çıxaranda boynundan tutub çəkirik. Yəni boynundan çıxan kimi qolun altından bu şəkildə çıxartmırıq uşağı. Çıxardanda bu tarz travmalar yaşana bilir. Ondan sonra körpücük sümüyü sınıqlar. Baxın, körpücük sümüyü sınıbdır bu uşağın. İki tərəfli sınıbdır. Bizim Gəncədə başımıza gəlibdi. Bu qorxulu bir şey deyil. Deyərdim ki, bunların içərisində ən normalı budur, yəni. Çünki amma sinir yırtığı olmasa da, yəni sinirə toxunmasa. Körpücük sümüyü sınıqları nədən olur? Omuz takıldı, uşağı çıxarmaqda çətin çəkirsən, o zaman uşağı qurtarmaq üçün körpücük sümüyünü sındırır. Çık deyə bir səs gəlir, o artıq körpücük sümüyünün sındığını göstərir. Çıxadırıq uşağı ki, sağ-salamat ən azından beyni oksigensiz qalmasın. Bu sağalan şeydir. Bunu bələklə və s. öz-özünə sağalır, gedir. Sinir hasarı yoxdursa, bu uşaq da biraz şey olubdur, yəni şanssız da olub, iki tərəfli sınıb. Adətən bir tərəfli sınır. Bir özəl bir şey haqqında danışmaq istəyirəm. Bunu da görmüşəm mən. Heç bir sınıq yoxdur, sinir hasarı yoxdur. Bizim burada kaslarımız var. Baxın, boynun bu tərəfində üç bucaq kimi görürsünüz. Bu kaslar arıq insanlarda daha çox görsənir. Məndə artıq görsənmir, əvvəl görsənirdi. Bax, bu kasa deyirik sternocleidomastoidoz kası, SCM kası. SCM kası doğumda yırtıla bilər. Boynu çəkən zaman zor doğuşlarda ana özünü qıssa, ayaqlarını bağlasa, güc verməni sonlandırsa, yəni güc verməsə, o zaman bu sternocleidomastoidoz yırtılır. Yırtılandan sonra öz-özünə başlayır, bərpa olur. Bərpa olanda nə olur? Yaxşı bərpa olmur, uşağın boynu bu tərəfə doğru gedir. Torticollis dediyimiz bir şeyə səbəb olur. Bizim Türkiyədə belə bir xəstəmiz olmuşdu. Doğumdan sonra müayinəyə gələndə mən gördüm ki, uşağın boynu belədir. Doğumuna mən girməmişdim, amma uşağın boynu belədir və müayinə başını belə eləyirsən, uşaq ağlayır. Yəni o bir tərəfə getmir. Sonra məlum oldu ki, UZİ-yə göndərdik, SCM kası yırtılmışdı doğum sırasında. Bunların hamısı bu arada fizioterapiya ilə həll olan şeylərdir. Keysəriyyə doğuş haqqında bilirsiniz, qarından çıxarılmasıdır. Dünyada isteğə bağlı keysəriyyə məsləhət görülmür, amma keysəriyyə də eləyəcəksənsə 39 həftənin altında alma deyir. Yəni 39 həftənin üstündə götür deyir. Göstərişlər olmalıdır. Fetal çətinlik, fetal prezentasiya anomaliləri, yəni tərs durmalıdır, köndələn durmalıdır ki, sən onu keysəriyyə alasan. 2-nin üstündə dölü olmalıdır, ekiz, 300, düzdür. Ekizləri baş-baş olanları doğuzdururlar. Dünyada doğuzdurulur. Bizdə də təklif edilir. Bizim xəstəxanamızda da ekiz doğuzdurulur təbii yolla, baş-başdasa. Amma yenə də riskdir. Fetal anomaliyalar səbəbdir. Yəni fetal anomaliya varsa keysəriyyə eləyə bilərsən. Ana keçirilmiş uşaqlıq cərrahisi varsa, məsələn miomektomiya əməliyyatı olubdu, keysəriyyə əməliyyatı olubdu. Biz risk etmirik onları. Yəni sezaryen alırıq. SSV-də dediyimiz bir durum var. Sezaryen sonrası vajinal doğum. Onun da bəzi kriterləri var. Xəstəxanamızda icra edilir, mən də icra edirəm. Amma bəzi kriterlər var. Adətən amma keysəriyyə keçiribsə biz onu sezaryen alırıq. Anada sistemik xəstəliklər varsa keysəriyyə olmalıdır. HIV dediyimiz AIDS, o SPID xəstəliyi varsa, ondan sonra aktiv herpes simplex virus varsa, aktiv HPV varsa, o xəstələrdə keysəriyyə məsləhət görürük. Doğuma aid bəzi problemlərdə götürə bilərsən. Uzun müddətli doğuş, bəbənin böyük olması, ciyə sallanması, plasentanın anormal yerləşməsi, bu durumlarda keysəriyyə gedir. Keysəriyyənin üstünlükləri və dezavantajları nədir? Baxın, doğuş zamanı keysəriyyə ən böyük üstünlüyü körpənin normal doğuş zamanı yaşaya biləcəyi riskləri yaşamadan birbaşa sağlam şəkildə dünyaya gəlməsidir. Yəni məncə keysəriyyənin başqa bir üstünlüyü mənə görə yoxdur, ancaq budur. Yəni uşağı riskə atmayaq. Mən bir dənə doğacam. Ya da nəm 40 yaşı var, karyera peşindədir xanım. Eski bir dənə uşağı var, onu riskə atmadan keysəriyyə. Yəni biz buna nisbi göstəriş deyirik, sosial indikasyon, sosial göstəriş deyirik. Çünki doğumda baxın mən sizə anlattım nə qədər risklər var bəbək açısından. Ana bunların hamısını bilərək doğuma girməlidir. Amma keysəriyyədə adətən bunlar yaşanmır. Keysəriyyədə klavikula qırma ehtimalının 1%-in altındadır. Ya da nə bilim burada sinirlərin zədələnmə ehtimalı 1%-in altındadır ki, o çətin keysəriyyə olsa. Keysəriyyədə nə problem var? Suyunu uddu, su udmaq yoxdur, suyunu tam boşaldamama.
mı? Yeni doğanın geçici takipnesi var. Tənəffüs sayı artıq ola bilər. Bu da hər belə deyim hamiləlikdə olmur. Nə qədər gec alsan keyseriyanı, bu problemlə rastlaşmayacaqsınız. Yəni 37 həftə 3 gündə zerkalni gündə gedib uşağı aldırtmaq istəsəz ki, zerkalni günə düşsün, uşağınız TTN olub küvəzə girə bilər. Amma 39-40 həftə arası keyseriya elətdirsəniz bu problemdən daha az rastlaşacaqsınız. Körpənin sıxılması, oksigensiz qalması kimi pis ehtimallar keyseriyada adətən mövcud deyil. Sidik hissəsində hər hansı bir zərər yaranmır. Yəni sidik hissəsi sallanması, gücü vermədiyiniz gün adətən yaranmır. Amma sadəcə problemlər nədir? Keyseriya yerində infeksiya ola bilər, qan yığıla bilər, tikişlər açıla bilər, əməliyyat keçirirsiniz, emboliya riski var. Burada belə bir infeksiya kimi qıpqırmızı qızarıb, skar əmələ gələ bilər, kozmetik qayğınız varsa skar riskləri var. Demək, keysəriyada nə tərz problemlər var başqa? Ananın özünə gəlməsi və əlaqə qurması biraz gecikir. Şimdi əməliyyat oldu, spinal narkoz, əməliyyatxana, uşağı aparırlar bebek odasına. Siz orada gedirsiniz oyanmaya, biraz orada qalırsınız. Bir 2 saat bağınız gecikir uşaqla. Düz elə xəstəxanalar var, direkt gətirir. Xaricdə var xəstəxanalar. Amma adətən dediyim kimi uşaqla 2 saatdan tez əlaqə qura bilmirsiniz. Körpə 1-2 saat anasını gözləyir. Keysəriyyə əməliyyatı keçirən ana 6-8 saat sonra ayağa qalxır. Yəni belinin uyuşuqluğunun açılması, ağrısının keçməsi və s. 6-8 saat ancaq olur, mobilizasiyası gec olur. Bir də ağızdan gec bəslənir. Gec yediyi üçün, suyu da gec içdiyi üçün südü gec gəlir. 2 gecə xəstəxanada qalır. Doğum 1 gecə qalır, bu 2 gecə qalır. Ağrıları çox olduğu üçün normal həyata qayıtması da biraz çətin olur. Suda doğuşda, deməli, suda doğuş prosesi, qısaca danışım, belə bir şey də var. Bilməm Azərbaycanda var ya yox. Doğuş prosesini isti su dolu hovuzda eləyirsən. Necə eləyə bilərsən? Doğumun ağrılarını da orada. Çünki suyun relaksasiya edici, gevşətici bir təsiri var. Uşaq doğulandan sonra suyun içərisinə doğulur. Yəni doğulur suyun içərisinə, tez götürür onu oradan. Çünki zaten suyun içərisindən çıxır o uşaq və stresi də azaldır. Ailə yaxınları da yanında olduğu üçün stresi də azaldır. Üstünlüklərindən demişik, stresin azalması, əzəllərin yumuşaması. Suda infeksiya ola bilər, risk oradan ola bilər və körpə su da bilər suyun içinə düşərkən. Bir də hər hansı bir problem olanda tibbi müdaxilə biraz gecikir. Həkimin suyun içinə girməsi falan. Yəni biraz ekipman tələb edən və biraz təcrübə tələb edən bir doğum şəklidir. Epidural doğuş haqqında bizim doktorumuz danışacaq, anesteziologumuz danışacaq, amma qısaca deyim, yəni epidural doğuş prenses doğuş deyirlər buna. Boşluğa bu epidural aralığa anestetik maddə yeridilir və bu maddə sayəsində siz ağrıları hiss etmirsiniz. Kasılmalar olur, amma siz onu ağrı şəklində hiss etmirsiniz. Yalnız burada nə tarz problem ola bilər? Sancını geç hiss etdiyinizə görə doğum prosesi biraz uzayır. Yəni doğacaqdınız 6 saata, doğursuz 10-12 saata. Yəni belə məsələ var. Amma çox tərsi də ola bilər. Görmüşəm. Anestetik maddəni verər-verməz rigid serviks, yəni uşaqlı boynu tırq qaçılıb xəstə 2 saatın içində doğub. Belə də ola bilər. Amma adətən doğum prosesi biraz uzayır. Gücənmədə problem yaşayırıq. Ağrı çəkən xəstəyə güc gəlir. Amma bu xəstələrə çox güc gəlmir. Bu belə deyim, idarə edərək verir. Deyirik güc verir. Amma öz sancısı olan və ağrı çəkən xəstə ona güc gəlir. İstər-istəməz gücənmək istəyir və bir an öncə çıxartmaq istəyir. Amma epidurallarda biraz bir tık şey olur. Elə olmur, yəni ağrı zəif olur. Yəni bəzən heç olmur. Geçmiş olsun, xoş doğumlar. Bu qız da mənə oxşuyurdu deyə özümə qoymuşam.